Salam əziz coğrafyaçılar. Bu günləri 59 testdən ibarət olan yer səthinin relyefi, endogen proseslər və relyef morfostrukturlar testinin izahı olacaq. Keçək test 1. Yaylalar verilmiş sıranı müəyyən edin. Amazon, Braziliya, Patagoniya yaylası. Yaylalar olsun. Amazon ovalıqdır. Baxın bu hissədə. Ona görə A variantından olan variant olmaz. Braziliya yaylaydı olardı. Patagoniya yaylaydı olardı. Lakin Amazona göre olmaz. B variantında Qərbi Sibir ovalıqdır. Bizə yayla lazımdır. Ona göre B variantı olmaz. La Plata ovalıqdır olardı. Anadolu yayladır. Anadoluya göre olardı. Qərbi Sibirlə La Plata'ya göre B olmazdı. C variantına baxaq. Şərqi Avropa, Efiopiya və Turan ovalığı. Turan adından bəlli ovalıqdır. Sonra Şərqi Avropa düzənlikdir və Efiopiya yayladır. Ona görə hər biri yaylı olmalıdır. Orta Sibir, Braziliya və Dekan yaylası. Baxın bu hissələrə. Orta Sibir yaylası, Dekan yaylası, bir də Braziliya yaylası. Hər biri yayla olduğu üçün D variantı düzgün variant. Faylı dağlara aiddirlər. Dağlar deməli var qırışıq dağlar, qırışıq, var faylı, biri də var qırışıq faylı dağlar. Deməli Alp qırışıqlığında yaranan cavan dağlar hamısı qırışıq dağlar hesab edilir. Qırışıq. Mezozoik Kimmeri qırışıqlığında yaranan dağlar isə qırışıq faylı dağlardır. Paleozoy dövründə yaranan dağlar isə hər biri faylı dağlardır. Bizdən soruşur faylı dağlar. Yəni paleozoyda yaranan dağları bizdən soruşur. Baxaq. Kap, Drakon, Appalas hər biri paleozoy dövrünün dağlarıdır. Kap dağları, Drakon dağları, bir də Appalas dağları. Bax Appalas burada paleozoy dövrünün dağlarıdır. Kapla Drakon isə digər adından əjdaha dağları Afrikanın cənubunda Paleozoy dövrünün dağları hesab edilir. Ona göre düzgün variant A variantı. Digər variantlarda Ant dağları cavan dağlardır. Alp qırışıqlığıdır, olmaz. Ant olmaz. Sonra Ural dağları qədim dağlardır. Himalay dağları geosinkronalda da cavan dağlardır, olmaz. Karpatlar cavan dağlardır, olmaz. Atlas da həmçinin. Üçüncü suala baxaq. Ən iri relyef formaları yaranır. Ən iri relyef formalar deyəndə daxili qüvvələrin yaratdığı relyef formaları. Misal üçün sual versəm sizə dünyada ən iri relyef formaları hansılardır? Deyirsiniz ki, bəli, planetar relyef formaları. Yəni nələr? Materiklər, okean yatağı, yəni abissal düzənliklər, nəhəng orta okean dağ silsilələri, nəhəng relyef formaları, bunlar belə deyim də ən iri relyef formaları hesab edilir. Bəs bunları nə yaradır? Bunlar əsasən hansı qüvvələrin təsirinə yaradır? Əlbəttə ki, yerin daxili qüvvələrin təsiri ilə, yəni endogen qüvvələrin təsiri ilə, daxili qüvvələr, endogen qüvvələrin təsiri ilə. Növbəti 4-cü suala baxaq. Ovalıqlar verilən sıranı müəyyən edin. Yəni bizdən ovalıqları soruşur. Qərbi Sibir, bax bu hissədə yerləşir. Ovalıqdır, yəni düzənlik ovalıq olar. Orta Sibir artıq bax bu hissədə yayladır. Ona görə A variantı olmaz. Mesopotamiya, iki çay arası da deyirlər ona. Bax, Fərat və Dəclə çaylarının arası bu hissə. Bəli, ovalıqdır. Dekan artıq bax bu hissədə yayladır. Ona görə B variantı da olmaz. Eynən Anadolu da İranda yerləşir. Daha doğrusu Türkiyədə yerləşir. Bax bu hissədə Türkiyənin yəni şərqində. O da yayladır. Bizə ovalıqlar lazımdır. Qərbi Sibir ovalıqdır, olar. Mesopotamiya dediyimiz kimi ovalıqdır, olar. Bir də Amazon. O da bax bu hissədə yerləşir. Ovalıqdır, olar. Ona görə C variantı düzgün variantdır. Digərlərinə baxaq. La Plata bax bu hissədə ovalıqdır, olar. Mesopotamiya bax dediyimiz kimi burada ovalıqdır, olar. Tibet isə bax bu hissədə yayladır. Ona görə D variantı olmaz. Şərqi Avropa düzənliyi ovalıqdır, düzənlikdir.
yüksəklikdir. Yəni bunu qəbul eləmək olar. Qərbi Sibir, bax bu hissədə ovalıqdır, olar. Efiopiya yayladır, bu hissədə olmaz. 5-ə baxaq. Ərazilərinin xeyli hissəsi dünya okeanı səviyyəsindən aşağıda yerləşən ovalıqlar. Dünya okeanının səviyyəsindən aşağıda yerləşsin. Misal üçün, Azərbaycanda Kür-Araz ovalığı, Kür-Araz ovalığının böyük hissəsi dünya okeanından səviyyəsindən aşağıdadır. Çünki, misal üçün, Xəzər dənizinin səviyyəsi dünya okeanının səviyyəsindən 27 metr aşağıda yerləşir. Biz bunu bilirik. Və Azərbaycanda yerləşən Kür-Araz ovalığının da böyük hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir. Yəni, baxın, C variantına. Xəzəryanı ovalıqla Kür-Araz ovalığı. Bunlar dünya okeanı səviyyəsindən aşağıda yerləşir. Xəzəryanı ovalıq harada yerləşir? Bax, burada görsədim sizə. Xəzərin şimalında. Bax, bu hissədə Xəzəryanı ovalıqdır. Bir də Azərbaycanda, yəni Kür-Araz ovalığı hər biri dünya okeanı səviyyəsindən aşağıda yerləşir. Növbəti suala baxaq. Mütləq hündürlüklərinə görə düzənliklərin düzgün təsnifatını müəyyən edin. Baxaq, ovalıqlar 300 metrə qədər. Yoldaşlar, ovalıqların hündürlüyü olur 200 metrə qədər. 200 metrdən 500 metrə qədər yüksəklik olur. Hündürlüyü 500 metrdən çox hündür olanlar isə olur nə? Olur yaylalar. D variantına baxın. Ovalıqlar hündürlüyü 200 metrə qədər, yüksəkliklər 200-dən 500-ə qədər, yaylalar isə 500 metrdən hündürlüyü çox olan relyef formaları hesab edilir. 7-yə baxaq. Mütləq hündürlüyünün azalmasına görə dağların düzgün yazılmış sırasını müəyyən edin. Qafqaz dağları hündürlüyü nə qədərdir? Ən hündür hissəsi Elbrusdur. 5642 metrə. Appalaz dağları ən hündür zirvəsi Mitseldə, ABŞ-da yerləşir. 2037 metrə. Sonra Alp dağları ən hündür zirvəsi Mont Blanc'dır, Avropada. Bax, bu hissədədir. Alp dağları Mont Blanc. Nə qədərdir hündürlüyü? 4807 metrə. Ant dağları isə yerləşir Cənubi Amerikada. Bax, bu hissədə Ant dağları. Onun da ən hündür zirvəsi nə qədərdir? 6964 metrə olan Aconcagua. 6964 metrə. Bizdən nəyi soruşur? Azalmasına görə deyirsə, deməli, Andran başlayacaq 4-lə, sonra gəlir nə? Elbrus, yəni Qafqaz 1, sonra gəlir Alp dağları 3, sonra isə Appalaz dağları 2. 4, 1, 3, 2. 4, 1, 3, 2, yəni B variantı. 7-ci, yox, 8-ci sualımıza baxaq. Meseta, Darfur Böyük Hövzə Altiplano məntəqələrini birləşdirən ümumi əlamətləri bizdən soruşun. Meseta yerləşir harada? Bax, yerləşir Avropada, bax, Piriney yarımadasının mərkəzində. Bax, bu hissədə Meseta yaylası. Yəni, İspaniyanın, Portuqaliyanın ərazilərinə düşür. Yəni, yayladır. Darfur yaylası isə yerləşir Afrikada mərkəzində. Əhəqqər, Tibesti, Darfur, Zors platoları, yaylaları yerləşir Afrikanın mərkəzində. Böyük Hövzə yerləşir harada? Yerləşir Şimali Amerikada Böyük Hövzə. Bu da platodur, yayladır yəni. Altiplano isə Cənubi Amerikada yerləşən dağ yaylalarıdır. Yerləşir dağ yaylaları, Altiplano Cənubi Amerikada. Yəni, bir sözlə hər biri yayladır. Yəni, necə düzənliklər, yaylalar necə düzənliklər adlanır? Denudasyon düzənliklər. 9-a baxaq. Şərqi Afrika, Tibet, Meksika coğrafi obyektləri üçün ümumi əlamətlər. Şərqi Afrika nədir? Şərqi Afrika yayladır. Yerləşir Afrikanın şərqində. Şərqi Afrika yaylası. Sonra Tibet yayladır. Yerləşir bax bu hissədə Tibet yaylası. Sonra Meksika nədir? Meksikada yayla hesab edilir.
bax yerləşir bu hissədə. Hər biri yayladır. Eynən 8-ci sualdakı kimi. Yəni nələr hesab edilir? Dağlıq yaylalar, denudasyon düzənliklər yəni. 10-cu suala baxaq. Kordilyer və Ant dağlarının oxşar cəhətləri. Yoldaşlar, Kordilyer dağları Şimali Amerikadadır. Materikin qərb sahilləri boyu. Ant dağları da eynən materikin qərb sahilləri boyu Cənubi Amerikadadır. Bunların oxşar xüsusiyyətləri deyəndə hər biri dağdır və cavan dağlar hesab edilir. Baxaq variantlara. İnkişaf etmiş ölkələrin ərazisində yerləşir. Xeyr, hər birini bu vəziyyətdə deyə bilməliyik. Cənubi Amerikada yerləşən Ant dağları ümumiyyətlə heç bir dənə də olsun inkişaf etmiş ölkənin ərazisinə düşmür yəni. Şərq yamacları tədricən geniş düzənliklərlə əvəz olunur. Şərq yamacları tədricən deyinə geniş düzənliklərlə əvəz olunur. Bəli, misal üçün Ant dağlarına baxın. Ant dağlarının şərqdə gedir artıq düzənliklərə doğru. Həmçinin Şimali Amerikada da bu vəziyyətdədir. Şərqə doğru gedəndə böyük və mərkəzi düzənliklərə doğru gedmiş hesab edilirsən. Ona görə B variantı düzgün variantdır. C-yə baxaq. Hersin qırışıqlığına aid dağlardır. Xeyr, Ant dağları ümumiyyətlə hansı qırışıqlığa aiddir? Həmçinin Kordilyerin belə deyim, Kordilyerin istər şərq, istər qərb hissələri, yəni şərq hissəsi yerləşir Mezozoyda, qərb hissəsi isə Alp qırışıqlığında. Yəni ümumiyyətlə Hertsindən, Kaledondan, Hertsindən, Paleozoydan əsər əlamət yoxdur bu dağlarda. Ən hündür zirvələrinin mütləq hündürlüyü eynidir. Xeyr, hündürlükləri fərqlidir. Şimali Amerikada McKinley, Denali 6194 metr, Cənubi Amerikada Aconcagua Ant dağları 6964 metr. Yəni fərqlidir hündürlüklər. Üzvü mənşəli faydalı qazıntılarla zəngindir. Xeyr, dağlarda əsasən üzvü mənşəli yox, qeyri-üzvü filizlər, yəni qeyri-üzvü faydalı qazıntılar, əsasən filiz mənşəli, metal tərkibli faydalı qazıntılar olur. Yəni çökmə yox, üzvü ola bilməz. 11-ə baxaq. Karpat və Krım dağlarının oxşar cəhətləri. Karpat və Krım dağları hər biri yerləşir harada? Bax, yerləşir Avropada. Bəli, özünüz tapın. Karpatlar hardadır? Bax, bu hissədə, qövsvaridir. Krım dağları da bax, yerləşir, bax, bu Krım yarımadasında Qafqaz dağlarının davamıdır, belə deyim. Baxaq, dağların oxşar cəhətləri. Hər biri cavan dağlardır. Hər biri cavan dağlardır və Alp qırışıqlığına aiddir. İstənilən cavan dağ hansı qırışıqlığa aiddir? Bəli, Alp qırışıqlığında. Digər variantlara baxaq. Mezozoy erasında, xeyr, Kimmeriyə aid deyil yəni. Qədim qırışıq faili dağlardır, xeyr, cavan dağlardır. Asiya qitəsində yerləşirlər, xeyr, Avropa qitəsində yerləşirlər, Asiyada yox. Seismik cəhətdən sabit yox, geosinklinal ərazilərdir. Yəni platforma deyirlər. 12-ci suala baxaq. Himalay və Ant dağlarının oxşar əlamətləri. Hər biri cavan dağlardır. Bax, bu hissədə yerləşən Himalaylar, həmçinin bu hissədə yerləşən Cənubi Amerikada olan Ant dağları. Hər biri necə dağlardır? Hər biri cavan dağlardır. Materik tipli tavaların toqquşması nəticəsində əmələ gəlmişdir. Xeyr, Ant dağları Nazca ilə Cənubi Amerika tavasının toqquşmasından, yəni bir materik, bir okean tavasının toqquşmasından əmələ gəlib. Ancaq Himalay dağları, bəli, hər biri materik tipli tava, yəni Avrasiya ilə Hind-Avstraliyanın toqquşmasından əmələ gəlib. B-yə baxaq. Materik və okean tipli tavalarının toqquşması nəticəsində yaranmışdır. Xeyr, Ant dağları bu B variantını ödəyir, amma Himalaylar ödəmir. Materik tipli tavalarının ayrılması nəticəsində yaranmışdır. Xeyr, hər biri toqquşma nəticəsində yaranmışdır. Vulkanların fəaliyyəti nəticəsində yaranmışdır. Xeyr, yəni vulkanik mənşəli dağlar deyil də, yəni vulkandan yaranan dağlar deyil. Litosfer tavalarının toqquşması nəticəsində yaranmışdırmı? Bəli. Biri iki eyni tipli materik tavasının toqquşmasındadır, yəni Himalay dağları. Ant dağları isə okean tavası ilə
materik tavasının toqquşmasından. Yəni hər biri konvergentdə yaranır, toqquşmadan yaranır. 13-cü sual. Şəkildə verilən okean dibi relyefinin elementlərinin müvafiq ardıcıllığını müəyyən edin. Fikir verir, okean dibinə doğru gedir. Bax, hündürlük, dərinliyi 0 metrdən 200 metrə qədər olan ərazi adlanır şelf zonası. Şelf zonası. Ən dərin hissələr isə, hamar səthi olan dərin hissələr isə, bax bu iki adlanır okean yatağı və yaxud da digər adlanan abissal düzənliklər. Bax bu okeanın içərisində tavaların aralanmasından əmələ gələn vulkan nəticəsində divergentdə yaranan dağlar Orta Atlantik misal üçün dağ silsilələri və yaxud da Orta okean silsilələri. Okeanın mərkəzində yerləşən silsilələr. Baxaq indi variantlara. Materik yamacı, bəli, abissal düzənliklər, xeyr. Materik yamacı yox, şelflə başlayırdı. Deməli oldu şelf zonası, abissal düzənliklər və Orta okean dağ silsilələri. Növbəti suala baxaq, 14-cü suala. Litosfer tavalarının sərhədlərinə uyğun gələn relyef formalarını müəyyən edin. Litosfer tavalarının sərhədlərində, yəni geosinklinal ərazilərdə nələr ola bilər baxaq. Yaylalar ola bilərmi geosinklinal ərazilərdə sərhədlərinə uyğun gələn relyef formaları? Abissal düzənliklər ola bilməz. Abissal düzənliklər sərhədlərdə yox, litosfer tavasının sərhədindən kənarda, okeanın mərkəzində çökək düzənlik hissəsidir, yəni okean yatağı adlanır. Cavan dağlar, bəli, elə cavan dağlar olur tavaların sərhədində. Həmçinin Orta okean dağ silsilələri yerləşir litosfer tavalarının sərhədlərində okeanın içərisində. 15-ci suala baxaq. Şərq yarımkürəsində yerləşən qədim dağ sistemini və ya yaylasını müvafiq olaraq müəyyən edin. Şərq yarımkürəsində olsun, bax Greenwich meridianından şərqdə olsun. Nə olsun? Qədim dağ sistemini və yaylasını müvafiq olaraq müəyyən edin. Alp dağları ümumiyyətlə cavan dağlardır. Avropada yerləşir. Şərq yarımkürəsində olsa da cavan dağlardır. Appalaz dağları qərb yarımkürəsindədir. Ümumiyyətlə olmaz. Ural dağları bəli, şərq yarımkürəsindədir. Qədim dağlardır. Orta Sibir isə nədir? Bax bu hissədə yerləşən yayladır. Ona görə D-ni götürə bilərik. D bizim düzgün cavabımız olacaq. İndi C-yə baxaq. Tian-Şan dağları. Şərq yarımkürəsində yerləşən Tian-Şan qədim dağlardır. Ancaq Turan ovalıqdır. Turan nədir? Bax bu hissədə yerləşən Turan ovalıqdır. Yəni yayla deyil. Pamir dağları cavan dağlardır. Bax bu hissədə yerləşən cavan dağlardır. Ona görə olmaz. 16-cı sual. Ovalıqlar və yaylaları Euler-Venn diaqramında müqayisəsini bizdən istəyir. Baxaq. Fiziki xəritədə layla rəngləmə üsulu ilə və izohipslərlə təsvir edilir. Lay rəngləmə üsulu ilə və izohipslərlə təsvir edilir fiziki xəritələrdə. Yəni oxşarlıq, istər ovalıq olsun, istər yayla olsun, fiziki xəritələrdə rəngləmə üsulu ilə verilə bilir. Yəni A gedir oxşarlığa. Sonra denudasyon mənşəli düzənliklərdir. Yəni nəli? Denudasyon nə idi? Yaylalar. Yəni getdi yaylalara. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliklərdir. 500 metrədən çox nə olurdu? Bəli, yayla olurdu. 200 metrə qədər olurdu ovalıq. 200-dən 500-ə qədər düzənlik, 500-dən isə yüksəkliyi çox olan yayla hesab edilirdi. Mesopotamiya və Kür-Araz ovalıqları. Bəli, görürsünüz, artıq dilimiz örgəşib. Çünki Mesopotamiya ilə Kür-Araza ovalıq deməliyik. Çünki onlar nələrdir? Mesopotamiya ilə, yəni iki çay arasında yerləşən Mesopotamiya ilə Kür-Araz ovalıqdır yəni. Bax bu hissə. Bax bura Mesopotamiya ovalığı, bura isə Azərbaycanda Kür-Araz ovalığı. Hər biri nədir bunların? Ovalıq. Əsasən yanacaq faydalı qazıntılar yayılmışdır. Yoldaşlar,
yanacaq, üzvü mərkəli faydalı qazıntılar, yanacaq nefti, qazlı, daş kömürdür. Bunlar əsasən ovalıqlarda müşahidə edilir. Yaylalarda isə əsasən filiz mərkəli faydalı qazıntılar olur. Aydındır. Yəni 1-ə D-Y, 2-ə B-S, 3-ə A, o da D variantı. 17-ci sual. Orta okean dağ silsilələri ilə okean yatağı, yəni abissal düzənliklərin Venn diaqramında müqayisəsini bizdən istəyir. Baxaq. Bəzi ərazilərdə adalar şəklində okean səthinə çıxır. Misal üçün İslandiya, misal üçün Azor adaları, misal üçün müqəddəs Yelena adası. Harada yerləşir bunlar? Bəli, Orta Atlantik dağ silsiləsində. Okean tipli yer qabığına malikdir. Bəli, okean tipli yer qabığına istər okean yatağı, istər də okean yatağında yerləşən, orada yarana bilən Orta okean dağ silsilələri. Yəni bunların hər birində qranit qatı olmur. Yəni okean tipli yer qabığında yerləşirlər. B oxşarlıqdır. Litosfer tavalarının divergent sərhədlərində yaranırlar. Yəni ayrılma sərhədində. Nə yaranır? Bəli, ayrılmada Orta okean dağ silsilələri yaranırlar. Səthi hamar olub, okean dibinin əsasən böyük hissəsini tutur. Bəli, bu okean yatağı və yaxud abissal düzənliklər hesab edilir. Okean dibində yerləşən abissal düzənliklərdir. Okean dibində yerləşən abissal düzənliklərdir. Elə söhbət bayaq dediyim kimi abissal düzənliklərdən gedir. Yəni okean yatağından. 18-ci suala baxaq. Yenə müqayisədir. Ovalıqlarla yaylaları Venn diaqramında istəyir bizdən. Qranit qata malikdir. Yəni nə ovalıq, nə yayla. Bunların hər biri materik tipli yer qabığındadır. Hər birində qranit qatı var yəni. Çökmə süxur qatı nisbətən nazikdir. Baxın, çökmə qat nisbətən nazikdir. Harada? Yaylalarda. Çünki oralarda aşınma daha çox gedir. Aşınan süxurlar dağılır kənarlara. Və dağıldıqca orada çökmə süxur qatı az qala bilir. Ona görə 2 gedir yaylalara. Sonra əsasən akkumulyasiya nəticəsində, yəni toplanma nəticəsində yaranır. Bu isə ovalıqlara xas olan xüsusiyyətdir. Sizə belə bir şey deyim, misal üçün. Yoldaşlar, fikir verin, əsasən 95% bu vəziyyətdədir. Hər bir yaylanın kənarında demək olar ki, ovalıq var. Bu necə baş verir, misal üçün? Bax, belə bir dağ çəkirəm. Dağ çəkirəm. Bu hissəsi də çökək. Dağların bu baş hissələri, qədim dağların parçalanıb hamarlandıqca, bax, buradakı süxurlar parçalanan süxurlar yuvarlanaraq gəlib çökək ərazidə toplanır. Və toplandığı ərazidə, bax, bu ərazidə ovalıqları əmələ gətirir. Fikir verin, ovalıqlara deyir ki, bax, əsasən akkumulyasiya nəticəsində, yəni süxurların toplanması nəticəsində yaranır. Bu, yüksək dağların başı isə qədim dağların hamarlanaraq, daşınma, oradakı süxurların parçalanıb uzaqlaşması nəticəsində yaylalar yaranır. Yəni, əksər hallarda yaylanın kənarında ovalıq ola bilir. Misal üçün fikir verin, Braziliya yaylasının kənarında Amazon ovalığı, nə bilim, Patagoniya yaylasının kənarında Braziliya ilə Patagoniyanın arasında La Plata ovalığı. Bu çox vaxt bu formada olur. Aydındır. Baxaq indi, əsasən akkumulyasiya nəticəsində yaranır. Bəli, 3 oldu ovalıqlar. Üzvü mərkəli faydalı qazıntı üstünlük təşkil edir. Yəni, toplanma süxurlar. Toplananda çürüyür həmin ərazidə süxurlar. Zaman-zaman oradan üzvü süxurlar. Nələr? Nefti, qazdı, daş kömür olsun. Bu kimi üzvü mənşəli çökmə süxurlar mövcud olur. Yəni 5 getdi ovalıqlara. Quru səthinin əsas hamar relyef formasıdır. Quru səthinin əsasən hamar relyef formasıdır. Bu hər birində hamarlanma var da. Yaylanın da üzərində hamarlanma baş verir. Ovalıqda da hamarlanma müşahidə edilir yəni. Bu hər birinə aid olan xüsusiyyət hesab edilir. 19-cu suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kordilyer dağları ilə Appalaz dağlarının yenə Venn diaqramında bizdən müqayisəsini istəyir.
Kordilyer dağları və Appalaz dağları. Baxaq. Kordilyer və Appalaz dağları. Bir hissəsi Kaynazoy erasında əmələ gəlmişdir. Bir hissəsi bəli, Kordilyerin sahil silsiləsi, yəni qərb hissələri Kaynazoy erasında rast gəlmişdir. Yəni bu bir getdi Kordilyerə. Ən hündür zirvəsi Mitseldir. Kimə getdi bu? Aid oldu Appalaza. Bəli. Mitsel 2037 metrə. Paleozoy erasında formalaşıb, bəli, bu qədim dağ olan Appalaz dağlarına aiddir. Ən hündür zirvəsi McKinley, digər adından Deni Ali, 6194 metrə Kordilyer dağlarına aiddir. Filiz faydalı qazıntılarına malikdir. Bu hər birinə oxşar xüsusiyyət. İstər Appalaz dağlarında, istər də Kordilyer dağlarında hər birində filiz mənşəli faydalı qazıntılar mövcud ola bilir. 5'ə baxmadıq. Elə 5'ə də baxaq. Meridional istiqamətində uzanır. Bəli, hər biri meridian istiqamətində uzanır. Yəni 5 də oxşarlığa aiddir. Oxşarlığa 5, 6, 1'ə 1, 4, 2'ə də 2, 3. 20-ci suala baxaq. Qırışıq dağlara aiddir. Yəni cavan dağlara. Alp qırışıqlığında yaranan dağlar qırışıq dağlar hesab edilir. Kap dağları qədim dağlardır, Afrikanın cənubunda. Altay dağları cavan dağlardır. Daha doğrusu Altay dağları Altay səyahəti yanaşan Paleozoyda yaranıb qədim dağlar hesab edilir. Kordilyer dağları cavan dağlar. Altay dağları qədim dağlar olmaz. Ant dağları cavan, Pamir dağları cavan, Atlas dağları da cavan dağlar hesab edilir. Bir-bir yerlərinə də baxaq. Ant dağları cavan dağlar. Bax bu hissədə Ant dağları cavan dağlar. Sonra Pamir dağları cavan dağlar və Atlas dağları cavan dağlar hesab edilir. 21-ci suala baxaq. Qədim dağlar üçün səciyyəvi olan xüsusiyyətlər. Yoldaşlar, baxın, qədim dağların əsasən hündürlükləri az olur. Onlarda seismiklik hadisələri zəif müşahidə edilir. Aydındır. Baxaq indi denudasiya nəticəsində daha çox parçalanmaya məruz qalmışdır. Bəli, onlarda artıq belə deyim, platformanın 4-cü mərhələsidir. Yəni hamarlanma gedir orada. Yəni orada yaylalar yaranma ehtimalı çoxdur həmin ərazilərdə. Çünki artıq dağların yüksək hissələri yavaş-yavaş parçalanıb hamarlanırlar. Çevrilirlər yaylalara. Şiş uclu olurlar, xeyr. Cavan dağlar şiş uclu olur. Qədim dağlar yox. Faydalı qazıntılar azdır, xeyr. Əksinə, qədim dağlarda kristallik bünövrə səthə daha yaxın olur. Orada faydalı qazıntılar çox olur. Filiz mənşəli faydalı qazıntılar. Seismik hərəkətlər intensivdir, xeyr. İntensivlik zəifdir qədim dağlarda. Akkumulyasiya prosesi daha sürətlə baş verir. Xeyr, akkumulyasiya prosesi çökək ərazilərdə olur. Dağlarda hamarlanma nəticəsində denudasiya prosesi, yəni yaylalar yarana bilər qədim dağlarda. Növbəti suala baxaq. Orta Sibir, Dekan, Əhəqqər, Qiviyana coğrafi adlarını nə birləşdirir? Orta Sibir yayladır. Dekan yayladır. Əhəqqər, Tibesti, Darfur, Zors, Afrikada olan platolar, yaylalar hesab edilir. Qiviyanada Şimali Amerikada yerləşən, bax bu hissədə yerləşən yayladır. Yəni hər biri yaylalardır. Bir dəqiqə baxaq. Geosinkron sərhəddə yerləşən dağlardır, xeyr. Daimi qar və buzlaqlarla olan yaylalardır, xeyr. Yüksəkliklərdir və şərq yarımkürəsində yerləşirlər. Ovalıqlardır, neft və qaz ehtiyatları ilə zəngindirlər. Xeyr, yaylalar hesab edilir və yaylalardır, şimal yarımkürəsində yerləşirlər. Bəli, yaylalardır, hər biri ekvatordan şimalda yerləşirlər. 23-cü suala baxaq. Ural, Skandinaviya, Kap dağlarının oxşar cəhətləri. Baxaq bunların da yerini bir-bir görsədək. Ural dağları, bax bu hissədə yerləşir. Skandinaviya dağları və Kap dağları.
Hər biri qədim dağlardır. Yəni Paleozoy dövrünün dağlarıdır. Alp qırışıqlığına aiddirlər? Xeyr. Kaledon Hertsinə aiddirlər. Qədim faylı dağlardırmı? Bəli. Dünyanın ən hündür dağlarıdırmı? Xeyr. Qədim dağların hündürlüyü əsasən az olur. Şərq yarımkürəsində yerləşirlərmi? Baxaq görək. Bax bu hissədən keçir. Hər biri yerləşir harada? Bəli, Şərq yarımkürəsində. Müasir litosfer tavalarının sərhədlərində yerləşirlərmi? Xeyr. Qədim dağlardır. Tavaların sərhədlərindən kənardadır. 24-ə baxaq. Sxemdə verilən suxur laylarının yatın formasını müəyyən edin. Yoldaşlar, bu çökən ərazi adlanır necə? Qraben. Onun kənarlarında sınıb qalxan ərazilər isə adlanır horst. Bizdən nəyi soruşur? Qrabeni. Bu əsasən, qraben horstlar əsasən platformalarda baş verir. Müasir ərazilərdə, geosinklinal ərazilərdə əsasən sınıb çökmə yox, əyilib çökmə qalxma var. Bunlar da sinklinal və antisinklinallar adlanır. Baxaq, sxemdə verilən sadə qırışıqlıq formalarını müəyyən edin. Qalxan ərazilər antiklinal, enən ərazilər isə sinklinal hesab edilir. Yəni, E variantı. Digərinə baxaq. Alp-Himalaya qurşağına daxil olan dağ silsilələri. Yəni, Alp-Himalaya daxil olan dağ silsilələrini göstərir bizə. Soruşur. Piriney dağları, bəli, bax bu hissədə yerləşir. Sonra, Alp dağları, bəli, Avropada bu hissədə yerləşir. Pamir dağları, Asiyada, bax bu hissədə yerləşir. Karpatlar bu hissədə. Qafqaz dağları, bəli, bu hissədə. Hər biri Alp-Himalay dağ sistemində yerləşir. A variantının dağları. Digərlərinə baxaq. Alp dağları bəli görsətdik, Karpatı görsətdik. Ural dağları baxın bu hissədədir. Yəni Alp-Himalaya düşmür. Qafqaz dağları düşdü Alp-Himalaya. Karpatı dedik düşdü. Tianşan dağları bax yerləşir Orta Asiyada. Alp-Himalaya düşmür. Çünki qədim dağdır həm də. Deyə baxaq Karpatlar. Bax, Karpatlar bax bu hissədə, Karpatlar. Krım dağları, Skandinaviya dağları ümumiyyətlə qədim dağlardır, düşməz. Sonra Y variantında Alp dağları, düşdü hara dediyimiz kimi, Alp-Himalaya. Altay dağları və Orta Asiyaya düşdü, olmaz. Sayan həmçinin Orta Asiyadadır, olmaz. Ona görə A variantı. 27-ci suala baxaq. Qədim dağlar qrupunu müəyyən edin. Qədim dağları soruşur bizdən. Baxaq. Böyük su ayırıcı dağlar yerləşir Avstraliyada, qədim dağlardır. Bəli. Ural dağları yerləşir harada? Avropa ilə Asiyanın sərhəddində. Bax bu hissədə qədim dağlardır. Skandinaviya dağları bəli qədim dağlardır, Paleozoydur. Appalaz dağları da qədim dağlardır. Elə A variantı hər biri qədim dağlardır. 28-ə baxaq. Şimal və cənub tropik xəttləri arasında yerləşən yaylalar. Şimal və cənub tropik xəttləri arasında yerləşən yaylalar. Baxaq, şimal tropik xətti hardadır? Keçir bax bu hissədən. Bir dəqiqə. Bax bu hissədən şimal tropik xətti. Cənub tropik xətti də bax keçir bax bu hissələrdən. Bunların arasında hansı yaylalar yerləşir? Braziliya yaylası bəli yerləşir bu hissədə. Orta Sibir yaylası getdi bax bu hissəyə. Olmaz. Dekan yaylası bəli yerləşdi həmin ərazidə. Efiopiya yaylası bəli yerləşdi həmin ərazidə. Gviyana yaylası bəli hər biri düşdü tropikin arasına. Ona görə B variantı düzgün variantdır. Digər variantlara da baxaq. Böyük düzənliklər bax yerləşir bu hissədə, olmaz. Yəni mülayimdə yerləşir. Gviyana yaylası yerləşdi harada? Bu hissədə oldu. Tropikə düşdü. Colorado platosu Şimali Amerikada tropikdən kənardadır, mülayimdədir, olmaz. Meksika yaylası bax bu hissədədir, müəyyən hissəsi düşür tropikə. Patagoniya yaylası və Anadolu yaylası. Anadolu yaylası bax Türkiyədə bu hissədədir, düşməz. Patagoniyada mülayim enliklərdədir, düşməz. 29-a baxaq. Uyğunluğu müəyyən edin. Qədim platforma, qədim dağlar, cavan platforma. Yoldaşlar,
Qədim platformalar materiklər və onların əsas hissələridir. Misal üçün Orta Sibir yaylası. Bu qədim platforma hesab edilir. Ural dağları qədim dağlardır. Himalay dağları isə cavan dağlardır. Ural dağları qədim dağlar. Bax, buradakı Himalay dağları isə cavan dağlar hesab edilir. Növbəti suallara baxaq. Yer qabığına aid düzgün coğrafi qanuna uyğunluğu müəyyən edin. Geniş düzənliklərin əsasən platformalara uyğun gəlməsi. Geniş düzənliklər əsasən bəli platformalara uyğun gəlir. Misal üçün Orta Sibir yaylası olsun, Qərbi Sibir ovalığı olsun. Yəni hər biri geniş düzənliklər əsasən materiklərin mərkəzində, yəni platformalarda yerləşir. A variantı düzgün variantdır. 31-ci suala baxaq. Yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olan ifadələri müəyyən edin. Baxaq, ən böyük göllərin horstlar üzərində yerlənməsi. Xeyr, uzunsov dərin sulu göllər maksimum qrabenlərdə, yəni çökmələrdə yerləşər. Horstların üzərində, yəni ki, qalxanların üzərində yerləşməz. Əksinə, çökək ərazilərdə yerləşə bilər. Yəni qrabenlərdə yerləşə bilər. Uca qırışıq dağların litosfer tavalarının sərhədlərində yerləşməsi. Bəli, cavan dağlar litosfer tavalarının sərhədlərində yerləşər. Düz fikirdir. Uca dağlarında, cavan dağlarında ucu şiş uclu olur. Bunu da bilmiş olasınız. S. Uca dağların torpağa əmələ gəlmənin daha intensiv olması. Xeyr, uca dağlarda, şiş uclu dağlarda torpaq əmələ gəlmə zəif olar. Çünki orada suxurlar aşağıya doğru yuvarlana bilər. Ona görə burada və yaxud yüksək ərazilərdə temperatur aşağı olar. Temperatur aşağı olan ərazilərdə də torpaq əmələ gəlmə zəif gedir. Geniş düzənliklərin litosfer tavaları sərhədlərində yerləşməsi. Geniş düzənliklərin litosfer tavasının sərhədində yox, litosfer tavasının mərkəzində yerləşir geniş düzənliklər. Düzənliklərin seismik zonalarda daha geniş sahə tutması. Düzənliklərin seismik zonalarda daha geniş. Xeyr, düzənliklər əsasən materiklərin mərkəzində daha geniş sahə tuturlar. Seismik zonalarda düzənliklər yox, əsasən dağlıq ərazilər daha geniş sahə tutur. 32-ci suala baxaq. Fəal seismikliyə malik olan, fəaliyyətdə olan vulkanların müşahidə olunduğu dağları müəyyən edin. Fəal seismikliyə malik və fəaliyyətdə olan vulkanların müşahidə olunduğu dağları müəyyən edin. Yəni, baxaq, Skandinaviya dağları. Xeyr, burada qədim dağlardır, seismiklik olmaz. Qafqaz dağlarında seismiklik olar. Sonra Kordilyer Alp dağlarında seismiklik olar. Verkhoyansk dağlarında, qədim dağlarda, həmin ərazidə seismiklik olmaz. Pamir dağları bəli seismiklik müşahidə edilər. Appalaz dağlarında qədim dağlardır, seismiklik olmaz. Ant dağlarında bəli seismiklik də var, kifayət qədər vulkan da var. Kordilyer dağlarında bəli cavan dağlardır, kifayət qədər vulkan var. Appenin yarımadasında yerləşən dağlar cavan dağlardır və Vezuvi və Stromboli vulkanları, Etna vulkanları yerləşir İtaliyada, ancaq Stromboli vulkanı, daha doğrusu Vezuvi vulkanı yerləşir Appenin yarımadasında. Yəni, hələ kifayət qədər vulkan mövcuddur. Yəni. Ona görə 4, yəni D variantı. 5-ə baxaq. Kordilyer dağlarında bəli, cavan dağlar, kifayət qədər vulkan, Appalaz dağları qədim dağlardır, vulkan olmaz. 33-ə baxaq. Fəal seismikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı dağları müəyyən edin. Fəal seismikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı dağları müəyyən edin. Baxaq, Qafqaz dağları fəal seismikliyə malikdir və kifayət qədər vulkan olmasa da, yəni sönmüş vulkanlar mövcud olsa da, palçı vulkanlar olsa da, kifayət qədər vulkana malik deyil misal üçün. Ancaq Ant dağlarında kifayət qədər vulkan var və seismiklik də var. Ona görə 1 olmaz.
Ural dağları bizdən soruşur nə olsun? Fəal seismikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı. Müşahidə olunmasın vulkanlar. Ant dağlarında müşahidə edilir. Ural dağları qədim dağlardır. Seismiklik zəifdir bu ərazilərdə. Pamir dağ, Qafqaz dağları geosinklan ərazidir. Seismik dağlardır. Lakin fəaliyyətdə olan vulkan yoxdur Qafqaz dağlarında. Pamir dağları seismik ərazidir. Burada da fəaliyyətdə olan vulkan yoxdur. Himalay dağları həmçinin seismik ərazidir və fəaliyyətdə olan vulkan yoxdur. Ona görə bax, bu üçüncü, yəni D variantı bizə lazım olan cavabdır. 4-ə baxaq. Ant dağları fəaldır və vulkan da var, olmaz. Piriney dağları, Appenin dağları, fikir verin Appenin dağlarına. Fəaldır və vulkan da var, ona görə olmaz. 36-cı suala baxaq. 31 dəqiqə. 34-cü suala daha doğrusu. Okean dibində daha geniş sahə tutan relyef forması. Okean dibində ən böyük sahə tutan okeanların dibindəki böyük ərazilər, yəni abissal düzənliklərdir. Mütləq hündürlüyünün artmasına görə dağların düzgün sırasını müəyyən edin. Alp dağları Mont Blanc 4807 metrə. Qafqaz dağları 5642 metrə. Elbrus. Ant dağları 6964 metrə. Pamir dağları 7495 metrə. Karakorum dağları Çoqari 8611 metrə. Elə A variantında artan sırayla düzülüb. Növbəti 37-ci suala baxaq. Mütləq hündürlüyünün azalmasına görə dağları müəyyən edin. Baxaq. Alp dağları dediyimiz kimi 4807 metrə. Qafqaz dağları 5642 metrə. Ant dağları 6964 metrə. Aconcagua. Kordilyer 6194 metrə. Aha, Antla Kordilyerin yeri səhv verilib. Pamir dağları oldu 7495 metrə. Tianşan dağları 7439 metrə. Azalma baş verir. Ant dağları 6964 metrə, bəli, yenə azalır. Qafqaz 5642, Altay dağları 4506 metrə. Yəni B variantında azalan sırayla düzgün verilib. 37-yə baxaq. Vulkan mənşəli zirvələr. Vulkanik zirvələri soruşur. Kilimanjaro bəli Afrikanın vulkanik dağıdır və hətta ən hündür dağı hesab edilir. Baxaq. Sonra Elbrus, bəli, Elbrus Qafqaz dağlarının ən hündür zirvəsidir. Vulkanik zirvə hesab edilir. Narodnaya, xeyr, vulkanik zirvə deyil. Çünki Ural dağlarında vulkan mövcud deyil. Ural dağlarında olmaz. Mitsel yerləşdi Appalaz dağlarında, qədim dağlardır. Vulkan mövcud deyil. Vezuvi, bəli, Appenin yarımadasında vulkanik dağ hesab edilir. 1, 4, 5. Mütləq hündürlüklərinə görə düzənlikləri müəyyən edin. Baxaq. Yəqin ki, burada mütləq hündürlüklərinin azalması və yaxud artması sırası ilə verir. Yayla içlərində ən hündürdür 500 metrdən çoxdur. Yüksəklik 200-500 metr arası, ovalıq isə 200 metrə qədər. Növbəti verilən əlamətlərin aid olduğu relyef formalarını müəyyən edin. Deyir, əsasən platformanın əyilmə sahəsində yerləşsin. 1. Çökmə süxurların qalınlığı çox olsun. Yəni, yayla olmasın da, çökək ərazilər olsun. Əsasən arid iqlim şəraitində olsun. Yəni, quraq ərazi olsun. Rütubətli ərazi, meşəlik zona olmasın. Baxaq variantlara. Mərkəzi düzənliklər, bax bu hissədə nisbətən rütubətli ərazidir. Orinoco ovalığına baxın. Bax bu hissədə nisbətən rütubətli ərazidir. Ona görə A variantı olmaz. Gobi, böyük düzənliklər, Tarim çökəkliyi. Fikir verin böyük düzənliklərə. Nisbətən yüksək ərazilərdir. Yəni çökmə süxurların gəlin olduğu ərazilər deyil. Ona görə B variantında götürə bilmərik. Sonra La Plato ovalığı, Kongo çökəkliyi. Fikir verin Kongo çökəkliyinə. Afrikanın mərkəzində Kongo meşələri.
Rütubətli ərazilərdir. Arid yox, humid ərazilərdir. Dördüncüsü D variantında Amazon ovalığına baxın. Amazon ovalığı dünyanın ən rütubətli ərazilərindən hesab edilir. Yəni arid yox, humid ərazilərdir. Y variantında mərkəzi ovalıq, bəli, çökmə süxurların toplandığı quraq ərazilərdir. Kalahari səhrası yerləşir harada? Afrikanın bax bu hissəsində. Kalaharinin bir xüsusiyyəti var ki, dünyada qum qatının qəlinliyinə görə ən çox olan qum qatı olan səhradır. Qumun qəlinliyi 60 metrə qədər çatır. Mesopotamiya ovalığı, bəli, çökmə süxurların toplandığı, yəni üzr istəyirəm, bax bu hissdə iki çay arası da deyilir. Quraq ərazilər hesab edilir. Y variantı. 40-cı suala baxaq. Eylerven diaqramına əsasən uyğunluq istəyir Ahbalaz dağları ilə Kordilyer dağlarının. 1. Qayalı sahil və kaskad silsilələrindən ibarətdir. Söhbət gedir əlbəttə ki, haradan? Söhbət gedir Kordilyer dağlarından. Kordilyer dağlarının silsilələridir. Qayalı, kaskad və sahil silsilələri. Bir getdi Kordilyerə. Sonra iki yarım kürədə yerləşirlər. Yoldaşlar, Şimali Amerika materikində istənilən ərazi iki yarım kürədə yerləşir. Ekvatordan tamamilə şimalda olduğu üçün şimal yarım kürəsi, Greenwich meridianından qərbdə olduğu üçün tamamilə qərb yarım kürəsində yerləşir. Yəni Şimali Amerikada istənilən ərazi iki yarım kürədə yerləşir. Sonra baxaq. ABŞ-ın ən böyük daş kömür hövzəsi burada yerləşir. ABŞ-da ən böyük daş kömür hövzəsi yerləşir harada? Ahbalaz dağlarında. Ümumiyyətlə Ahbalaz dağlarına zamanında kömür ştatı da deyiblər. Amerikanın əhalisinin vaxtilə böyük hissəsi şərq hissəsində, yəni Ahbalaz dağları hövzəsi ətrafında məskunlaşıblar. Çünki zamanında iqtisadiyyatda böyük rola malik olan kömür məhz bu Ahbalaz zonasında olduğu üçün insanlar da həmin ərazilərdə daha çox cəmləniblər. Yəni kömür, Ahbalaz getdi hara? Ahbalaza. Yəni 3 getdi 1-ə. Sonra dünyanın ən dərin kanyonu burada yerləşir. 4. Əlbəttə ki 4 gedəcək hara? Bax burada Colorado çayının üzərində Colorado kanyonuna gedəcək. Kordilyer dağlarında. Yalnız subtropik və mülayim iqlim qurşağında yerləşir. Bəli, Ahbalaz dağları yalnız iki iqlim qurşağında. Subtropik cənubu, mülayim isə Ahbalazın şimal hissəsində yerləşir. 5 də gedəcək hara? 5 də gedəcək Ahbalaza. 5 getdi Ahbalaza. 4 getdi Kordilyerə. Növbəti 6-cıya baxaq. Əsasən okean sahillərinə paralel uzanır. Bəli, istər Ahbalaz dağları Atlantik okeanına paraleldir, istər Kordilyer dağları, bu da Sakit okeanına paraleldir. 6 getdi oxşarlığa. Ona görə də 1-ə 3, 5, 2-yə 1, 4, 3-ə də 2, 6 oxşarlıq Y variantı. 41-ci suala baxaq. Tian-Şan dağları ilə Ant dağlarının Venn diaqramında müqayisəsini istəyir bizdən. Tian-Şan dağları Paleozoy dövrünün dağları hesab edilir. Mərkəzi Asiyada yerləşir. Ant dağları Alp qırışıqlığının dağlarıdır. Cənubi Amerikanın qərb sahillərində yerləşən cavan dağlardır. Kaynazoy erasının Alp qırışıqlığında yaranıb, bəli, Ant dağları. Qırışıq faylı dağlara aiddir. Yoldaşlar, 6 ay sayan Tian-Şan dağları var Mərkəzi Asiyada. Həmin dağlar sonradan fəallaşdıqları üçün, sonradan qırışıqlıqlara məruz qaldıqları üçün həmin məhz bu dağlara qırışıq faylı dağlar deyirlər. Necə dağlar? Qırışıq faylı dağlar. İki işıqlanma qurşağında yerləşir. Ant dağları yerləşir hansı işıqlanma qurşaqlarında? Cənub mülayim işıqlanma qurşağında, bir də tropik işıqlanma qurşağında yerləşir. Ancaq ki, Tian-Şan dağları yalnız bir işıqlanma qurşağındadırlar. Yəni mülayim işıqlanma qurşağı. İki işıqlanma qurşağında yerləşən Ant dağları oldu. Sonra yenidən törəməyə məruz qalmışdılar. Yəni yenidən törəmiş, yenidən fəallaşmış dağlardır. Qırışıq faylı dağlardır. Bəli, söhbət
Tian Şan dağlarından gedir. Ən hündür zirvəsi 6000 metrədən yüksəkdir. Hər birinin Ant dağlarının ən hündür zirvəsi 6960 metrə olan Aconcagua dağıdır. Tian Şan dağlarının isə ən hündür zirvəsi hesab edilir Qələbə piki 7439 metrə. Yəni hər biri 6000 metrədən yüksəkdir. 5 oxşarlığa aiddir. Seismik cəhətdən fəaldır. Hər ikisi. İstər Tian Şan dağları, istər Ant dağlarında hər birində seismiklik müşahidə edilir. Ancaq soruşsaydı ki, hansında seismiklik daha çoxdur, onda Ant dağlarını götürərdik. Amma hər birində seismiklik var, aktivlik var yəni. 1'ə 2, 4, 2'ə 1, 3, 3'ə də 5, 6. Yəni A variantı. Növbəti 42-ci suala baxaq. Okean dibinin relyef formalarına aid xüsusiyyətləri müəyyən edin. Baxaq. Meyillik çox olduğu üçün çökmə süxur qatı nazikdir. Hansı ərazilərdə meyillik çoxdur? Çökmə süxur qatının qəlinliyi az olar. Yəni materik yamacında. Aydındır. 1'ə gedər nə? 1. 1'ə gedər 1. Sonra konvergent zonalarda ensiz və dərin novlardır. Konvergent zonalarda, toqquşma zonalarında erin və dənsiz dərin novlardır. Əlbəttə ki, gömülmədə baş verən, bax misal üçün 4'ü götürə bilərik. Necə ki, təsəvvür edin ki, Nazca ilə Cənubi Amerika toqquşur. Bax bu hissədən Nazca gömülür Cənubi Amerikanın altına. Bu hissədə elə bir ki, əmələ gəldir nələr? Novlar. Misal üçün Peru və Çili novu. 4 yanı gedəcək hara? Daha doğrusu 2 gedəcək 4'ə. 2 4'ə gedəndə yalnız D variantı qalır. Üçüncüyə baxaq. Okean dibinin ən əsas hissəsini tutur. Söhbət gedir bəli abissal düzənliklərdən, yəni okean yatağından 2'dən. 2 gedəcək 3'ə. Sonra okean yer qabığına malik litosfer havalarının sərhədləri boyunca yerləşir. Əlbəttə ki, nələr? Orta Atlantik dağ silsiləsinin mərkəzində yerləşən rift dərələrindən söhbət gedir. 3 də getdi 4'ə. Ona görə D variantı. Növbəti 43-cü suala baxaq. Klasteri tamamlayın. Çökmə süxur təbəqəsi bazalt qatı üzərində yerləşir. Morfostruktur relyef formasıdır. Səthi əsasən hamardır. Səthi deyir hamar olsun. Morfostruktur relyef formasıdır və çökmə süxur təbəqəsi bazalt qatı üzərində yerləşir. Deməli, burada bazaltın üzərində çökmə süxur varsa, arada qranit qatı yoxdursa, deməli mütləq bu okean tipli yer qabığından söhbət gedəcək. Yəni yayla ola bilməz materikdə, ovalıq ola bilməz. Şef zonasında qranit qat mövcuddur. Ona görə şef zonası da ola bilməz. Həmçinin materik yamacında da şef zonası mövcuddur. Daha doğrusu qranit qatı mövcuddur. Qranit qatı harada yoxa çıxır? Materik ətəyində. Materik ətəyində artıq qranit qatı mövcud olmur. Bir materik ətəyində, bir abissal düzənliklərdə, bir də Orta Okean dağ silsilələrində qranit qatı mövcud ola bilmir. Bəli, abissal düzənliklərdə, materik ətəyində, Orta Okean dağ silsilələrində artıq qranit qatı olmur. Çökmə süxur qatı birbaşa bazalt qatının üzərində yerləşir. 44-cü sual. Sxemi tamamlayın. Qərb yarımkürəsi 5 verib, Cavan dağlar olsun, deyir Cavan dağlar. Qərb yarımkürəsində yerləşsin. Sizdən soruşuram, Qərb yarımkürəsində hansı Cavan dağları tanıyırsınız? Qərb yarımkürəsində, bəli. Deyəcəksiniz ki, Kordilyer və Ant dağlarını tanıyıram. Baxaq indi ardına. Mərkəzi hissədə birdə nə ola bilər? Cavan və qədim, ümumiyyətlə dağ ola bilər də. Yəni, məsələ dağdan ibarətdir. Cavan, qədim, yayla olmaz. Cavan, qədim, dağ olar. Düzənliyin cavanı, qədimi yoxdur. Onlar dağ ola bilər. Ya deməli D variantı, ya B variantı ola bilər. Sonra qərb yarımkürəsində olsun, cavan dağ olsun. Deməli, qərb yarımkürəsində olsun, bax 5 deyir qərb yarımkürəsində cavan dağ. Yəni 5'in yerində ola bilər ya məncə Kordilyer dağları, yaxud da ki nə ola bilər? Ant dağları ola bilər. 5'də görür Kordilyer dağından Ant dağı var, hansında var? Atlas dağları yerləşir harada? Atlas dağları
bir hissəsi qərb yarımkürəsinə düşsə də, bir hissəsi şərq yarımkürəsinə düşür. Həmçinin də Ant dağları. Deməli, bu hər ikisinə uyğun gəlir. 3-ə baxaq. Qaraqorum dağları, Cavan dağlar. Baxaq 3-də nə ola bilər? Qaraqorum dağları, Cavan dağlar, şərq yarımkürəsi. Qaraqorum dağları haradadır? Bax, bu hissədə. Deyir ki, Qaraqorum dağlarıdır, Cavan dağlardır, şərq yarımkürəsindədir, problem yoxdur. Burada qərb yarımkürəsində. Qaraqorum dağları qərb yarımkürəsində deyil, şərq yarımkürəsindədir. Ona görə cavab B variantı olacaq. Ancaq yenə ardına baxaq. Sonra şərq yarımkürəsində yerləşən 6. Bax, 2-də nə ola bilər deyir? 2-də ola bilər qədim dağlar. Burada cavandırsa, dağlar o mərkəzdədirsə, deməli 2-də qədim olmalıdır, qədim olmalıdır. Sonra şərq yarımkürəsində yerləşən 6 qədim dağı soruşur bizdən. Şərq yarımkürəsində yerləşən qədim dağ böyük su ayrıcı, bəli. Şərq yarımkürəsində yerləşən qədim dağdır. Ona görə birbaşa cavab B variantı. 45-ci suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Klasterdir, baxaq. Deməli, 1, 2, 3. Baxaq. Kalahari səhrasını verib, Orta Sibir yaylasını, Almaniya, Polşa ovalığını, Laplato ovalığı, Padana ovalığı və Braziliya yaylasını. Baxaq A. Zəlzələ və müasir dağ-əmələ gəlmə zonasında yerləşir. Zəlzələ və müasir dağ-əmələ gəlmə zonasında yerləşir. A-nı verib harada? Bax, 1-də. Yəni, geosinklan ərazidə olmalıdır. A-nın yenirinə, bax, bu A 1-də elə ərazi olmalıdır ki, həmin ərazi geosinklan ərazi olsun. Sonra, akkumulyativ mənşəlidir. Yəni, ovalıqdır, yayla deyil. Ümumiyyətlə, yayla ola bilməsi, baxın, hər birinə aid olan xüsusiyyət hissəsi, deməli, bu istənilən 1, 2, 3-ün heç biri yayla ola bilməz. Ona görə birbaşa 6-nı yaylarını çıxırıq. Sonra Orta Sibir yaylasını çıxırıq. Deməli, söhbət gedəcək hansılardan? Kalahari səhrasından, Almaniya, Polşa ovalığı, Padan ovalığı və Laplato ovalıqlarından söhbət gedə bilər. Baxaq indi. Ardına baxaq. 2 işıqlanma qurşağında yerləşir. D-ni harada verib? D-ni verib, bax, bu 3-də. Üstdə deməli 2 işıqlanma qurşağında olan olmalıdır. İndi sizdən soruşuram. Kalahari səhrası neçə işıqlanma qurşağındadır? Kalahari səhrası 2 işıqlanma qurşağındadır. Deməli 3-də 1 də ola bilər. Sonra Padan ovalığı İtaliyadadır, 1 işıqlanma qurşağındadır. Padan ovalığı deməli ola bilməz 3-də. Laplato ovalığı bəli 2 işıqlanma qurşağındadır. Bax, bu hissədən keçir. Tropik xətti 2 işıqlanma qurşağındadır. Deməli 3-də Laplato da ola bilər. Bax, 3-də Laplata da ola bilər. Bir də nə ola bilər? Ola bilər. Bir də Almaniya, Polşada 1 işıqlanma qurşağındadır. Ola bilməz 3-də. Bir də ola bilər Kalahari. Deməli 3-də ya 2 ola bilər, ya 1 ola bilər. Sonra A-nı hara verib? Almaniya, Polşa ovalığı. A deyir ki, A nədir? Zəlzələ və müasir dağ-əmələ gəlmə zonasında yerləşirsə, deməli 1-də ola bilər geosinklinal ərazidə olan ərazi. Almaniya, Polşa ovalığı geosinklinalda deyil. 5 1-də ola bilməz. Sonra Padan ovalığı geosinklinaldadır. Bəli, deməli 1-də mütləq nə olmalıdır? 4 olmalıdır. Çünki geosinklinalda olan ərazi olmalıdır. Sonra B-ni harada verib? Buzlaq mənşəli relyef formaları yayılmışdır. Buzlaq mənşəli relyef formaları. İndi sizdən soruşuram, yerdə hansılar qaldı? Padan ovalığı, Laplato ovalığı və Almaniya, Polşa ovalığı. Hansında? Deməli, buzlaq mənşəli relyef forması 2-dədirsə, deməli, ola bilər burada nə? Almaniya, Polşa ovalığı ola bilər. Almaniya, Polşanı 2-yə götürə bilərik. Deməli, 3-ə də nə qaldı? 2 ilə 1. İndi baxaq variantlara. Deməli, 1-də 4, 2-də 5, 3-də ya 2, ya 1. 1-də 4, 2-də 5, 3-də ya 2, ya 1. Bəli, yalnız Y variantında mövcuddur. 46-ya baxaq. Uyğunluğu müəyyən edin. Qafqaz dağları, Pamir dağları, Atlas dağları, Alp dağları və Ant dağlarını verib. Deməli, 1-ə baxaq. 1-ə verib A ilə Y. A nədir? Alp Himalay dağlıq qurşağının ən qərb hissəsidir. Sizdən soruşuram.
Alp-Himalay dağlıq qurşağının ən qərb hissəsində orada verilən dağlardan hansıları var? Bəli, deyəcəksiniz ki, Atlas dağları ola bilər. Y-yə baxaq. Y nədir? 3 yarımkürədə yerləşirmi? Bəli, Atlas dağları qərb yarımkürəsi, şərq yarımkürəsi, bir də şimal yarımkürəsi. 3 yarımkürədə yerləşir. Deməli, birbaşa 1-də olacaq 5, yəni Atlas dağları. Afrikanın şimalında yeganə cavan dağ. 2-yə baxaq, D verib. D nədir? Ən uca zirvəsi Çindədir. Söhbət gedəcək deməli, ən uca zirvəsi Çində olan hansı dağ ola bilər? Pamirin ən uca zirvəsi yerləşir Çində, Konqurdur. Aydındır. Deməli, söhbət Pamirdən gedəcək. Pamir 3 gəldi bura. Sonra B ilə C oxşarlıq olmalıdır. Fəaliyyətdə olan aktiv vulkanlara rast gəlinmir. Bəli, istər Pamirdə, nə də ki, Atlas dağlarında mən fəaliyyətdə olan vulkan eşitməmişəm. Yəqin siz də eşitməmişsiniz. Sonra bir də nə var? B-dir, C-dir. B-yə baxaq. Bütövlükdə mülayim işıqlanma qurşağında yerləşirlər. Bütövlükdə bəli, hər biri tropikdən şimal tropiki ilə şimal qütb dairəsinin arasında yerləşən mülayim işıqlanma qurşağında yerləşirlər. Yəni, oxşarıq xüsusiyyətdir. Ona görə cavab oldu nə? Cavab oldu A variantı. 47-ci suala baxaq. Rəqəmlərə əsasən relyef formalarının düzgün ardıcıllığını və onlara uyğun olan coğrafi obyektləri müəyyən edin. Okean səviyyəsini verib bu hissədə 200 metrə qədər nə olurdu? 200 metrə qədər olurdu ovalıq. Çökəklik. Sonra 0-dan 500 metrə qədər nə olurdu 2-də? Olurdu yüksəklik. 500 metrdən də yüksək isə, çox olan isə nə olurdu? Yayla olurdu. Deməli, 1-də ovalıq olmalıdır. Düzənlik yox, ovalıq. 2-də nə olmalıdır? 2-də olmalıdır yüksəklik. Ovalıq, yüksəklik. Ovalıq, yüksəklik. 3-də isə nə olmalıdır? 3-də olmalıdır yayla. Anadolu yaylası, Volqa boyu yüksəklik. Volqa boyuna görə olmaz. Volqa boyu Şərqi Avropada yerləşən yüksəklikdir. Yəni yayla deyil. Ona görə 3-də ola bilməz Volqa boyu. Fikir verin, ovalığa baxın. Ovalıq, yüksəklik, sonra yayla. İndi baxaq, ovalıqlarda nə ola bilər? Ardıcılıq yenə Laplato ovalığı, bəli. Orta Rusiya yüksəkliyi, bəli. Sonra Qiviyana yaylası, bəli. Qiviyana yaylası tamamilə düzgün variantdır. 48-ə baxaq. Sxemdəki rəqəmlərə eyni qaydada uyğun relyef formalarının düzgün ardıcıllığını və onlara uyğun olan coğrafi obyektləri müəyyən edin. Baxaq. Deməli, ovalıq haranı verib? 1-i verib. 1 nədir? Fikir verin, 1000 metrə qədər olan. 1000 metrə qədər olan alçaq dağlardır. 1000 metrədən 2000 metrə qədər olan orta hündürlüklü dağlardır. Hündürlüyü 2000 metrdən çox olan isə yüksək dağlardır. Baxaq indi. Ovalıq yox. Alçaq dağlar olar. Ovalıq yox. Orta dağlarla yox. Alçaq dağlar olmalıdır. Alçaq dağlar. İkincisi, orta dağlar. Yayla yox. Orta dağlar olmalıdır. Yüksək dağlar. Və Bozdağ, alçaq dağ. Ural dağlar 1800'lər orta dağlıq. Karpatlar isə 2466, yəni yüksək dağlıq hesab edilir. B variantı. Növbəti sual 49-cu suala baxaq. Qrafikdə göstərilən hündürlüklərin uyğun olduğu dağ silsilələrini müəyyən edin. Baxaq. Nə var? Birinci dağ 2000 nə qədər? İkinci dağ 3000 nə qədər? Üçüncü dağ isə təxminən 6000-ə yaxın. Dördüncü dağ isə 4000 nə qədər? Deməli, birinci dağ 2000 plus, 2000 plus, ikinci dağ 3000 plus, üçüncü dağ 5000 plus, dördüncü dağ isə 4000 plus. Baxaq, Skandinaviya dağları 2466 metrə. 2000 plus oldu. Ural dağları 3000 yox, 1800'lərdir. Yəni 3000 yox, olur 1000 plus. Sonra böyük suarici dağlar, bəli, 2228, 2000 plusdur. Piriney dağları 3400 nə qədər, yəni 3000 plusdur. Karpatlar
Karpat dağları oldu 2600 nə qədər. Yəni 5000 plus olmadı. Ona görə B variantında götürə bilmirik. Ural dağları 1800'lər Narodnaya, yəni 2000'dən azdı olmaz. Karpatlar oldu 2655 metrə 2000 plus. Altay dağları Belyuxa oldu nə qədər? 4506 metrə, yəni 4000 plusdur. Ona görə D-də olmaz. Y variantına baxaq. Skandinaviya dağları nə qədər oldu? Oldu 2466 metrə. Sonra Piriney dağları nə qədər oldu? Piriney dağları yerləşdi 3482 metrə, yəni 3000 plus oldu. Qafqaz dağları 5642 Elbrus oldu. Altay dağları isə nə qədər oldu? 4506 metrə, yəni 4000 plus. Ona görə Y variantı düzgün variantdır. Növbəti suala baxaq. Böyüklüyünə görə relyef formalarını qruplaşdırın. Planetar, mega, makro, mezo, mikro relyef formaları. Planetar ən böyük relyef formalarıdır. Planetar relyef formaları. Söhbət nələrdən gedir? Planetar relyef formalarında materiklər, abissal düzənliklər və böyük dağ sistemləri, hansı dağ sistemləri? Ant-Kordilyer, Alp-Himalay, bir də Orta Atlantik dağ silsilələri. Planetar ən böyük relyef formalarıdır. Ant-Kordilyeri planetara aid edə bilərik. Mega relyef formaları isə planetar relyef formalarının içərisində yerləşən ən böyük relyef formaları. Misal üçün, Ant-Kordilyerin içərisində yerləşən yalnız Kordilyer dağı oldu mega relyef formaları. Və yaxud da Alp-Himalayın tərkibində olan Qafqaz dağları, Pamir, Hindukuş dağlarının ayrı-ayrı adı çəkilirsə, onlar olur mega relyef formaları. Misal üçün, Kordilyer dağları oldu megaya. Makro relyef formaları isə həmin bu yalnız bir dağın ən yüksək hissəsi, silsiləsi ola bilər. Hər hansısa bir silsiləsi. Misal üçün, Qafqaz dağları megaya aiddirsə, Qafqaz dağlarında Qov dağ silsiləsi, Yan silsilə, Niyal dağ silsiləsi, bunlar artıq olacaq makro relyef formalarına aid olacaq. Misal üçün, fikir verin, Kordilyer dağlarında Qayal dağlar hissəsi. Yəni bir hissəsi, Kordilyer dağlarının bir hissəsi bəlli məsələdir ki, bu da olacaq makro relyef formalarına. Mezo relyef formaları isə əlbəttə ki, aiddir. Yarğanlar, qoblar, çay dərələri mezo relyef formalarına aiddir. 51-ci suala baxaq. Cədvələ əsasən Mitsel zirvəsinin aid olduğu dağ silsiləsi ilə verilmiş zirvələrin yerləşdiyi dağ silsilələrinin oxşar əlamətlərini müəyyən edin. Yoldaşlar, Mitsel yerləşir harada? Appalazının ən hündür zirvəsidir. Qədim dağdır. Hündürlüyü 2037 metrədir. Baxaq. Kostyuşko haradadır? Böyük su ayrıcının ən hündür zirvəsidir. 2228 metrədir. Qədim dağdır. Appalaz kimi. Baxaq. Yerləşdiyi materikin ən hündür zirvəsidir. Xeyr. Kostyuşko ən hündür zirvəsi ola bilər. Yerləşdiyi materikin. Ancaq Appalaz dağları Kordilyerin ən hündür zirvəsi deyil, yəni. Ümumiyyətlə, Şimali Amerikanın ən hündür zirvəsi deyil. Ona görə biri götürə bilmərik. 2-yə baxaq. Daş kömür yataqları yayılmışdır. Avstraliyanın, bəli, daş kömür yataqları Appalaz dağlarında mövcuddur. Həmçinin, daha doğrusu böyük su ayrıcı dağlarında, Amerikada da Appalaz dağlarında bəli, daş kömür mövcuddur. Yəni, ona görə ikini götürə bilərik. Oxşarlıqdır. 3-ə baxaq. Materikin şərqində yerləşirlərmi? Bəli, Appalaz dağları Şimali Amerikanın şərqində, böyük su ayrıcı dağları da Avstraliyanın şərqində yerləşir. Sonra, zəlzələ və müasir dağ əmələ gəlmə zonasında yerləşirlər əsla. Yəni, Makkinli dağın soruşur burada. Makkinli dağı zəlzələ zonasında olsa da, ancaq ki, Appalaz zəlzələ zonasında deyil, yəni, olmaz. Fəaliyyətdə olan vulkanlara rast gəlinirmi? Appalaz dağlarında fəaliyyətdə olan vulkan qəti şəkildə yoxdur. Makkinlidə olsa belə. Şimali Amerika materikdə yerləşir. Şimali Amerika materikində yerləşir. Bəli, istər Makkinli, yaxud Denali, Kordilyerin ən hündür zirvəsi, həmçinin də Appalaz dağları hər biri Şimali Amerikadadır. Oxşarlıqdır, götürə bilərik. Sonra Qalxapikyan zirvəsi haranın? Skandinaviya dağlarının zirvəsidir. Qalxapikyan, Skandinaviya dağları qədim dağlar, Paleozoy dövrü, Appalaz da qədim dağlardır. Baxaq. Yəni hər biri geosinklanın inkişafının 4-cü
platforma mərhələsindədir, bəli. Mütləq hündürlüyü 3000 metrdən azdırmı, bəli. Qalxapik geni 2400 nə qədər? Appalaz dağlarında 2037 metrə, yəni hər biri yəni 3000-dən aşağıdır. Eyni adlı yarımada boyunca uzanırlar. Xeyr, biri Skandinaviya yarımadasında, biri isə Amerikanın, Şimali Amerikanın şərqindədir. Olmaz. Yəni 2, 3, 6, 7, 8 D variantı. 52-yə baxaq. Orta okean sıra dağları və okean novları üçün ümumi əlamətlər. Orta okean sıra dağları və okean novları üçün ümumi əlamətlər. Bazalt qatına malikdirlər. Ümumiyyətlə, istər materik tipli yer qabığı olsun, istər okean tipli yer qabığı olsun, hara olur olsun, hər birində bazalt qatı mövcuddur. Yəni. Divergent zonada yaranmışdırlar. Orta okean dağ silsiləsi ayrılmada, divergent zonada olsa da, okean novları toqquşmada, divergent zonadadır. Ona görə 2 olmaz. Sonra, litosfer tavalarının üfüqi hərəkəti nəticəsində, bəli, konvergent, divergent yaranır, hər birinə aiddir. Konvergent zonada yaranmışdırlar. Xeyr, biri konvergentdir, biri divergentdir. Seismik qurşaqlardırmı? Bəli, tavaların sərhədləri seismik qurşaqdır. Əsasən okeanların mərkəzi hissələrində yerləşirlər. Xeyr, okeanın mərkəzi hissələrində divergent, misal üçün Orta Atlantik dağ silsiləsi ola bilər. Amma okean novları okeanların mərkəzində yox, materiklərlə toqquşduğu yerdə, sərhəddə ola bilir. 6. Oxşarlıq olmaz, yəni uyğun olmaz. 53-ə baxaq. Şelf zonası ilə abissal düzənlikləri ümumi əlamətləri. Şelf zonası yerləşir harada? Materikin okeana keçən 200 metrə qədər olan hissəsində şelf zonasıdır. Şelf zonası okean tipli yer, materik tipli yer qabığı, yəni qranit qatı mövcuddur. Abissal düzənliklərdə materikləri okeanların dərin hissələrində, düzənlik ərazilərində qranit qatı olmur. Baxaq, düzənlik relyefə malikdirlər. İstər şelf zonası, materikin okeana daxil olan hissəsi, istər abissal düzənliklər, bunların hər birində şelf zonası mövcuddur. Yəni ki, nisbətən hamar ərazilərdir, belə deyim. Hər biri düzəl ərazilərdir. Buzlaq qatına malikdirlər, daha doğrusu bazalt qatına. Bazalt qatı ümumiyyətlə istər okean, istər materik tipli hər bir yer qabığında mövcuddur. Yəni. Qranit qatına malikdirlərmi? Xeyr. Şelf zonasında qranit qatı olsa da, abissal düzənliklərdə mövcud deyil. Okean tipli yer qabığına malikdirlərmi? Xeyr. Biri okean tipli yer qabığına malikdir, abissal düzənliklər. Şelf zonası isə materik tipli yer qabığına malikdir. Çökmə suxur qatı vardır. Çökmə suxur qatı istər şelf zonasında, istər abissal düzənliklərində hər birində yer qabığında çökmə suxur qatı var. Yəni oxşarlıqdır. Zəngin üzvü aləmə malikdirlər. Xeyr, abissal düzənliklərdə, okeanın dərin hissələrində üzvü aləm nisbətən zəifdir. Üzvü aləmin zənginliyi şelf zonasında olur. 54. Morfostrukturları müəyyən edin. Nə demək istəyir? Daxili qüvvələrin yaratdığı relyef formaları, endogen qüvvələr morfostrukturlardır. Eksogen qüvvələr isə morfoskulpturlardır. Skulptur, burada struktur varsa, bu endogen qüvvələrin, yəni daxili qüvvələrin yaratdığı relyef formaları. İndi sizdən soruşuram, burada daxili qüvvələr, yerin daxilindən gələn qüvvələr nəyi yarada bilər? Bəli, vulkanları yarada bilər. Sonra, dərin sulu okean novların, yəni tavaların toqquşmasından novlar yarana bilər. Bəli, bir də dağları yarada bilər. Qaldı ki, yerdə bu Kars mağaraları. Nələr? Bax, bu Kars mağarası olsun, vulkan, düyün olsun, barxan olsun. Bunlar eksogen qüvvələrin, yəni xarici qüvvələrin təsirindən yaranan relyef formalarıdır. Xarici qüvvələrin təsirindən yaranan relyef formalarına morfostruktur yox, morfoskulptur deyilir. 55-ə baxaq. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynayan dağ silsilələri. Baxaq bir-bir görək, hansılar sərhəd rolunu oynayır. Çerski silsiləsi tamamilə Rusiyadadır, sərhəddə deyil.
Qafqaz dağları bəli, Rusiya ilə Azərbaycan arasında sərhəddir. Verxoyanski silsiləsi tamamilə Rusiyadadır, olmaz. Kap dağları, bax, yerləşir bu hissədə. Tamamilə Czarın ərazisində yerləşir. Yəni Cənubi Afrika Respublikasının. Alp dağları Avropada bir neçə ölkənin bəli sərhəddə yerləşən yəni dağdır. Kopet dağ da bəli yerləşir harada? Bax bu hissədə Türkmənistanla İranın sərhəddindədir. 56. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynamayan dağ silsilələri. Eynən əksləri. Verxoyanski tamamilə Rusiyanın ərazisindədir. Sonra Kap dağları tamamilə Czarın ərazisindədir. Sonra Kopet dağ sərhəddə yerləşir dedik. Qafqaz dağları həmçinin. Elbrus. Yoldaşlar, biri var Elbrus. Bu yerləşir Qafqaz dağlarının ən hündür zirvəsidir. Elbrus isə yerləşir tamamilə İranın ərazisində. Bax, Xəzərin cənubunda. Heç bir sərhəddə yerləşmir. Alp dağları isə dediyimiz kimi sərhəddə yerləşir. Avropada bir neçə dövlətin sərhədində yerləşir. 57. Verilən dağları ekvatordan olan məsafələrinin artmasına görə düzün. Baxaq dağların yerlərinə bir-bir. Altay dağları yerləşir harada? Bax bu hissədə təxminən. Ekvatordan görün nə qədər uzaqda yerləşir. Baxın. Sonra Skandinaviya dağları yerləşir bax bu hissədə. Deməli bu oldu Altay, bu oldu Skandinaviya. Atlas dağları bax yerləşir bu hissədə. Atlas dağları. Sonra hansı var? Alp dağları da yerləşir bax bu hissədə. Alp dağları. Bizdən soruşur, ekvatordan olan məsafələrin artmasına görə ən yaxın nə oldu? Atlas, yəni 2. Sonra oldu Alp dağları, yəni 4. Sonra oldu Altaylar, yəni 1. Sonda da oldu Skandinaviya dağları. 58-ə baxaq. Uyğunluğu müəyyən edin. Okean novların verib bizə. Abissal düzənliklər, bir də orta okean dağ silsilələri. Okean novları dedik harada yerləşir? Materik tava ilə litosfer okean tavasının sərhəddində. Misal üçün bu hissədə və yaxud da bu hissədə Nazca ilə Cənubi Amerikanın toqquşmasında. Abissal düzənliklər materiklərin, okeanların dərin hissələrində, ən çökək hissələrində hamar ərazilərdir. Yəni okeanın dibi, belə deyim. Orta okean dağ silsilələri isə divergentdə yerləşir. Misal üçün orta okean dağ silsilələri, Atlantik dağ silsilələri, litosfer tavalarının aralanma, divergent zonasında yerləşir. Baxaq. Materik və okean tavası toqquşur. Bəli, əlbəttə ki, novdan söhbət gedir. Misal üçün bax bu hissədə və yaxud da bu hissədə. Çökmə süxurların qalınlığı okeanın kənar hissələrinə nisbətən daha çox olur. Çökmə süxurun qalınlığı okeanın kənar hissələrinə deyəndə, misal üçün şelf zonasında çökmə süxuru çox olar. Abissal düzənliklərdə azdır. Okean novlarda da az olar. Çünki dərin ərazilərdə canlı aləm zəif yaşayırdığımı, çökmə süxurda orada azdır. Orta okean dağ silsilələri həmçinin. Ümumiyyətlə beyni heç birini aid edə bilmərik biz, yəni ki. Okean tavalarının aralanma sərhədlərində vulkanizm və seismikliklərlə seçilir. Okean tavalarının aralanma sərhədində. Yəni harada? Divergent sərhəddə yerləşir və vulkanizm və seismikliyi ilə seçilir. Əlbəttə ki, söhbət gedir nədən? Orta okean dağlarından, yəni orta okean dağ silsilələrindən. Bəli. Sonra okean dibinin əsas hissəsini tutur. Söhbət bəli gedir abissal düzənliklərdə, nəhəng düzən ərazilər. Okeanın daha çox mənimsənilən sahələridir. Söhbət gedir şef zonalarından. Burada da şef zonası olmadığı üçün heç birini aid edə bilmərik. Yəni A, D, Y. Növbəti 59-cu suala baxaq. Uyğunluğu müəyyən edin. Skandinaviya dağları, Ant dağları və Atlas dağları. Baxaq bir-bir dağların yerini görsədək. Skandinaviya dağları, Ant dağları, bir də hara? Atlas dağları. Bax bu hissələr. Materik və okean litosfer tavalarının konvergent zonasında yerləşir. Materik və okean tavalары, bəli, orada haradır? Ant dağları. Yəni getdi Ant dağlarının yerinə. Qərb yamacları isti cəryanların təsiri altındadırlar. Qərb yamacları
isti cəryanların təsiri altındadırlar. Yəni söhbət Şimali Atlantik isti cəryanından gedirsə, söhbət Skandinaviya dağlarındadır. Ant dağlarının qərb yamacları soyuq, misal üçün Peru cəryanının təsiri altındadır. Atlas dağlarının qərb yamacları soyuq, misal üçün Kanar cəryanının təsiri altındadır. Ona görə olmaz, yalnız Skandinaviyaya uyğun gəlir. B getdi 1-ə. Sonra ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Sönmüş fəaliyyətdə olan vulkan Ant dağlarında. Misal üçün, sönmüş vulkan Chimborazo, fəaliyyətdə olan vulkan isə Ruiz, Cotopaxi, San Pedro Llullaillaco. Bu hissədə isə sönmüş Chimborazo vulkanı var. Yəni, həm sönmüş, həm fəaliyyətdə olan vulkan var. Harada? Ant dağlarında. Maksimal hündürlüyü Piriney dağlarının hündürlüğündən daha azdır. Piriney dağlarının hündürlüğü 3400'lərdir. Piriney dağlarından az olan hansı ola bilər? Yalnız Skandinaviya dağları 2460'lar. Yəni D gedər yalnız 1-ə Skandinaviya. Materik tipli litosfer havalarının konvergent sərhəddində, bəli, Afrika ilə Avropanın toqquşmasından Atlas dağları yaranır. Bu da növbəti sonuncu sualımızdır. Diqqətinizə görə çox sağ olun. Təşəkkürlər.